Evliliyimizdə hər kəsə qəribə gələn xüsusiyyətlər. Bugün istəyirəm ki, sizinlə münasibətimizdə bizə normal, eşidən hər kəsə qəribə gələn nüanslardan bəhs edim. İlk öncə onu demək istəyirəm ki, biz hər hansısa bir yerə gedəndə əsla bir-birimizdən icazə almarıq. Sadəcə bir kəlmə xəbər veririk ki, məlumatımız olsun. Daha sonra əgər mən yemək hazırlayıramsa, yoldaşım da mənə ev işlərində kömək edir. Çünki düşünürəm ki, evliliyin yükü bərabər olmalıdır. Tək mənəvi yox, həmçinin maddi tərəfə də aiddir. Yəni ki, bizim ailə büdcəmiz eynidir. Bizim hər zaman qazandığımızda, xərclədiyimizdə pul eyni olur. Məsəl üçün biz bazarlıq qadın işidir və yaxud kişi işidir deyib ayrı-seçkilik eləmirik. İstəyirəm ki, sizə qısaca bir sirr verim. Xoşbəxt evliliyin sirri bir-birini sevməklə yanaşı, bir-birinə hörmət etmək və anlamaqdır. Ən əsası isə bir-birini dəyişdirməyə çalışmamaqdır. Olduğun kimi qəbul etmək və hər qərarda mən yox, biz deyə düşünə bilməkdir.